Məhdudlaşdırıcı ədad bəzən özünə xas olmayan məzmunu ifadə edə bilər. Məhdudlaşdırmaq nə deməkdir? Yəni daraltmaq, düzdür, məzmununa yığcam eləmək. Bəzən özünə xas olmayan xüsusiyyəti ifadə edə bilər, məzmunu ifadə edə bilər. Bu da nə vaxt olur? Hansılar məhdudlaşdırıcı ədadlar? Yalnız, ancaq, tək, təkcə, bircə. Əgər məhdudlaşdırıcı ədad işlənən cümlədə xəbərin inkardadırsa, bu zaman sənin üçün cümlənin məzmunu genişlənir. Yəni, daralmır, əksinə genişlənir. Məsələn, deyirəm ki, universitetə qəbul olmaq üçün yalnız test işləmək bəs etmir. İndi bax, burada mənim məhdudlaşdırıcı ədadım hansıdır? Yalnız. Təkcə test işləmək bəs etmir, ancaq test işləmək bəs etmir, bircə test işləmək bəs etmir, fərq yoxdur. Məhdudlaşdırıcı ədaddır. Burada cümlənin məzmununu daraltmır, əksinə genişləndirir. Universitetə qəbul olmaq üçün yalnız test işləmək bəs etmir, yəni bununla yanaşı sən nə etməlisən? Test işləmək bəs etmir. Eyni zamanda sual cavab verməlisən, mətndə işləməlisən, düzdür, qrammatika oxumalısan. Artıq burada yalnız sözü yığmadı, əksinə genişləndirdi. Hansı məqamda baş verir? Əgər məhdudlaşdırıcı ədad işlənən cümlədə sənin feilin inkardadırsa, bəs etmir, inkarda işlənir. İndiki zamanda inkar şəkildə işlənir. Bu zaman həmin məhdudlaşdırıcı ədad öz məzmunundan xas olmayan mənanı ifadə edəcək.